Salam dostlar, günləriniz xoş geçsin. Dostlar, deməli, maraqlanan yoldaşlar da olmuşdular. Mənzərə və düşüncə kitabının və bir çox əvvəlki kitabların satışı ilə bağlı bir məlumat vermək istəyirəm. Deməli, mənzərə və düşüncə kitabını o cümlədən dərdləşmə, damlalar və Bəstəxorun aləmi kitablarını, o cümlədən Dünya Müdürçülüyü aforizmləri kitabını da, məsələn üçün, 28 May metrosunun yaxınlığındakı Kitab Evin kitab mağazasından əldə etmək olar dostlar. Yəni bu kitablardan orada müəyyən nüsxələr var. Məhdud sayda da amma var. Bir daha deyirəm, 28 May metrosunun yaxınlığındakı Kitab Evin kitab mağazasından deməli Mənzərə və Düşüncə kitabını, Dünya Müdürçülüyü aforizmləri kitabını, bir nüsxə Yer üzünün Əsilzadələri kitabını, Dərləşmə kitabını və Bəstəxorun aləmi kitabını əldə edə bilərsiniz. İstəyənlər əldə edə bilərlər. O cümlədən deməli Papillon kitab evində Tariyel bəyin sərəncamında da deməli Dünya Müdürçülüyü aforizmləri, Yer üzünün Əsilzadələri, Bəstəxorun aləmi, Casus kitabı və Damlalar kitabları var dostlar. Yəni daha çox nüsxə Tariyel bəyin sərəncamında var, Papillon kitab evində. Oradan oxucular, maraqlananlar bu kitabları əldə edə bilərlər. Və bir də bu kitabların hərəsindən müəyyən qədər nüsxə Axundov kitabxanasında da var. Orada da gedib istəyənlər orada oxuya bilərlər. Hələlik dostlar, özünüzdən müğayət olun.